süni intellektlə bağlı elə bir sual varmı ki, insanlar hələ də o sualı verməyə cəsarət eləmirlər? Hər şey dəftərə yazan dövr. Sonra yeni bir nəsil gəldi, dedilər yox artıq kompüter Word-ə keçməlisiniz. Artıq yavaş-yavaş internetdə işləməz. O həmin təcrübəli kütlə orada bir dayandı. Yəni insan faktoru necə dəyişir? Yəni insan faktoru süni intellektdə bu liderlik məsələsində biraz uduzmağa başlayıbmı? Süni intellektdə siz 2 ay yaxşı əməkdaş deyilsə, deməli siz artıq sıradan çıxmısınız. O qədər söhbət edib öyrəşdiyin insanı bir anın içində bağlayıb ata bilmirsən də qırağa, amma süni intellektin deməli bu üstünlüyü də var. Yəni Hazırda süni intellektə qarşı durmaq elə bir şeydir ki, yəni bu gün qarşı durarsan 3 il sonra mağarada yaşayarsan. Yəni. xoş gördük Ümid bəy. Salam var. Xoş gördük. Çox sağ olun əvvəlcə dəvətimizi qəbul etdiniz. Bizim bu ilk podkast layihəmizdə qonaq kimi iştirak edirsiniz. Dərhal suallara keçmək istəyirəm. Mən təşəkkür edirəm dəvətiniz üçün. Mənim üçün çox xoşdur. Buyurun. Nə vaxt oldu ki, dediniz ki, o an bu andır. Mən bu AI sahəsində olmalıyam. O həmin an necə xatırlayırsınız? Necə baş verdi? Əslində 2 il əvvəl idi. Yəni şirkətdə işləyirdik. Biz işlərə başlayanda gördüm ki, işləri ya çatdıra bilmirik, ya da çox vaxtımızı alır. Belə bir vaxtla əlaqəli problemimiz vardı ilk etapda. Süni intellektə başladığımda birinci o bəsit sorğular verərək başladım. Bir də gördüm ki, artıq əməlli başlı işləməyə başlamışam və bizdə olan 2-3 əməkdaşın elədiyi vaxtda mən işimi görürəm. Yəni 2 saata işimi bitirirəm, mən belə otururam ki, deyirlər nə dedim, həll eləmişəm bütün işləri. Çox gözəl. O süni intellekt bu gün çox sahələrə təsir eləyir. Getdikcə də artır bu təsirlər. Mən sadəcə istəyirəm biraz sizin baxışınızdan bu liderlik tərəfindən danışaq. Bax bu gün əvvəllər necə idi? O deyirlər filan kəsdə liderlik xarakteri var. O hər hansısa bir məsələdə qərar verəndə düşünür, öz təcrübəsinə əsaslanır, qərar verir. Amma bu gün həqiqətən də bir çoxumuz bəlkə də qərar verəndə biz mütləq girik ChatGPT ilə məsləhətləşirik. Yəni belə deyək də süni intellektdən kömək alırıq. Mən istəyirəm sizin yəni bu məsələdə baxışınızı öyrənək. Belə deyək də təcrübə əsaslı qərar vermək, yoxsa süni intellektlə məsləhətləşərək qərar vermək, data əsaslı qərar vermək. Ümumiyyətlə bax bütün bu hadisələrin fonunda yəni insan faktoru necə dəyişir? Yəni insan faktoru süni intellektdə bu liderlik məsələsində biraz uduzmağa başlayıbmı? Əslində belə deyərdim. Mən şəxsi olaraq qərar vermədə heç vaxt süni intellektdən istifadə eləməmişəm. Yəni eləməyi də düşünmürəm sözün açığı, öz tərəfimdən deyil. Amma liderlik olaraq baxanda söhbətə mövcud dataya, insan da bir məlumatını, bir dataya sahib olaraq liderliyə gəlib çıxa bilər ki, 20 il bu sahədə işləyibdir, təcrübəsi var, yüksək vəzifələrdə işləyib, artıq liderlik vardı bunda. Yəni idarə etməsi güclüdür. Bu zamanla da yarana biləcək bir şeydir. Yəni heç kimdə doğuşdan vardı, mənə inandırıcı gəldi. Süni intellekt əslində liderlik, ya qərar vermə mövzusunda yaxşı ola bilər. Amma qərar vermə mövzusunda mənim şəxsi fikrimcə belə bir şey var ki, bu sadəcə təcrübə, yəni iş təcrübəsinə əsaslanaraq verilmiş qərarlar olmur. Çünki süni intellektdə biz desək ki, bu işi qabağa aparmaq lazımdır. Süni intellekt bunun üçün hər şey eləyəcəkdir. Və bu bəzən mənəvi insan haqlarının belə deyək, tapdalanmasını gətirib çıxarda bilər. Çünki yaxşı rəhbər dediyimiz, yaxşı lider dediyimiz şəxs bəzən sizi başa düşə bilər. Yəni bilər ki, bu 10 illik ən yaxşı bizim komanda yoldaşımızdır, amma son 1 ayda, 2 ayda pis bir dönəmdən keçir. Və onu yaxşılaşdırmaq üçün əlindən gələni eləyər, bir psixoloqa göndərə bilər ya da komanda onun yaxşılaşması üçün əlindən gələni eləyə bilər. Amma süni intellektdə belə bir şey yoxdur. Süni intellektdə siz 2 ay yaxşı əməkdaş deyilsə, deməli siz artıq sıradan çıxmısınız. Yəni hal-hazırda baxma mexanizması budur. Ona görə liderlik söhbətində mən deyərdim ki, insanların yer alması hal-hazırda daha yaxşı görsənir. Çünki süni intellekt daha çox məntiqi qərar verir və liderlik sadəcə məntiqi qərarla olmur deyə düşünürəm. Bu onda belə deyək də, bu məlumat əsasında, yəni süni intellektdən topladığımız məlumatlar əsasında qərar vermə anı liderlik baxımından deyirəm, çətinləşir yoxsa asanlaşır və bunu əslində məntiqi qərar vermədə çox yaxşıdır. Yəni belə deyək, sizin hal-hazırda iş dəyişmək istəyirsiniz, qarşınızda bir dənə iş yeri var ya dəvət edib, yəni siz başvuru eləmisiniz. Məntiqi olaraq baxanda buna süni intellektdən də soruşanda o sizin nəyi analiz edir? Hal-hazırda işlədiyiniz yer, aldığınız maaş, karyeranızdakı ikinci yeri nə qədər böyük şirkətdir, maaşı nə qədərdir, sizə nələr qata bilər. O ikisini qarşılaşdırıb deyir, təbii ki, gedəcəyiniz yer daha yaxşıdır. Amma burada insani olaraq burada mənəvi bir faktor var ki, süni intellekt onu nəzərə almır.
Mən məsələn aldığım maaş aşağı da olsa, olduğum yerdə xoşbəxt ola bilərəm. Amma bu süni intellektin gözündə xoşbəxtlik anlayışı onunla əlaqəli deyil. Çünki məntiqi qərar insan öz içində də bəzən bir qərar verir. Məntiqi olaraq düzdür, amma mənəvi olaraq özünü narahat hiss edir. Ya da bu tam əksi də ola bilər bizim həyatımızda. Və bizi mən deyərdim ki, süni intellektdən hal-hazırda ayıran ən mükəmməl şeyimizdəki odur ki, biz mənəvi olaraq da qərar verə bilirik. Amma süni intellekt sadəcə məntiqi bir qərar verir. Ona görə hal-hazırdakı verdiyi qərarlar süni intellektin verəcəyi qərarların mən yaxşı olacağını düşünmürəm. Yəni hal-hazırdakı dövrdə ən azından onu düşünürəm. Bu bir neçə il sonra süni intellekt nə vaxt ki emosiya qazanmağa başlayar, bu onda insandan daha yaxşı lider ola bilər. Ona şübhəm yoxdur. Yaxşı, başa düşdüm. Onda belə deyək, liderliyi bir qırağa qoysaq, süni intellekt bu gün rəqəmsallaşmaya da belə deyək də çox böyük ölçüdə dəstək olur. Bir çox proseslərin rəqəmsallaşmasında süni intellekt alətlərindən istifadə olunur. Bu baxımdan necə düşünürsünüz? Ümumiyyətlə süni intellekt əsaslı həllər, rəqəmsallaşma, xüsusilə də biznes sahəsində buna dəstək olmağı gələcəkdə bizi yaxşı yerə aparır, yoxsa bunun belə deyim də gələcəkdə müəyyən riskləri varmı? Çünki bu indi növbəti bir sualım olacaq. Ora əvvəlidir. Mənim fikrimcə əslində olmalıdır. Süni intellekt yəni hal-hazırda bizim seçim edə biləcəyimiz bir sahədə deyil artıq. Yəni bəlkə biz 2023-də bu mövzunu danışmış olsaydı, onda deyərdik ki, biz süni intellektə keçid edirik ya eləmirik. Artıq yəni elə bir seçim şansımız yoxdur. Artıq süni intellekti keçid etmək məcburiyyətində, yəni işdə, biznesdə qabağa getmək istəyirsə, bu bir artıq məcburiyyətdir. O LinkedIn-də məşhur söz var, deyirlər, seçim deyil, artıq məcburiyyətdir bu. Postlarda yazılır. Ciddi mənada hal-hazırda vəziyyət odur. Çünki şey kimi düşünək də əslində vəziyyət. Bu gün internet olmadan hansısa biznesi təsəvvür edə bilirsiniz? Yəni mən şəxsən təsəvvür edə bilmirəm. Adi bizim hər hansı toptancı dükanın belə Instagramda səhifələri var. Adam oturur hər hansı bir yerdə Instagramdan satış edir dəli kimi. Yəni indiki vəziyyətdə də odur ki, əslində süni intellekti işimizə birbaşa inteqrə etməliyik. Çünki bizə qatdığı şeylərə baxanda, yəni mən biznes tərəfində olanda da, işdə də istifadə edəndə, bizə qatdıqlarına baxanda görürük ki, yəni bunun bizə hal-hazırda heç bir zərəri yoxdur. İşimizi sürətləndirir. Bizim bir neçə gün elədiyimiz şeyi bir neçə saata eləyir və qalan vaxtda biz inkişaf üçün başqa şeylər də eləyə bilərik. Ona görə hal-hazırda məncə dəyər qatır, yəni mənfi bir şey görə bilmirəm. Belə dediniz, işimizi sürətləndirir. Oradan istəyirəm mövzuya girim. Sima imza istifadə edirsiniz? Təbii ki. Orta hesabdan bir 2 ildən çoxdur. Ciddi mənada reklamçı deyil, amma 3 ilə yaxında istifadə edirəm. Aydındır. Sima imzanın daha çox belə hansı əməliyyatlarda, yəni gündəlik olaraq nə proseslərində, yəni hansı köməyə bizə çatır? Dediniz, məsələn, süni intellekt işlərimizi sürətləndirir. Elə əlavə edim ki, Simanın da o üst tanıma mərhələsi deyilən o mərhələdə süni intellektdən istifadə olunur. İndi özünüz də örnəyi mükəmməl verdiniz ki, yəni Sima olmamışdan əvvəl bir imza üçün bir sarasa gedib bir imza atmalı. Adi bir sənəd işi ola bilər. Necə işlərimizi rahatlaşdırır, çünki hər hansı bir banka ya da hər hansı bir sənədlə əlaqəli getməyimə ehtiyac qalmır. Açıram, üzümə baxır, tanıyır. Çünki hamı vaxt ayıra bilmir, gedə bilmir. Və ən yaxşı hal-hazırda işə qəbul olmalarda, ezam, tətildə hamısı imzaya ehtiyac yoxdur, yəni. Sən orada deyilsən, amma üzvə tutursan, hər şey çox yaxşı olur. Yəni bunu mən 2 il əvvəl istifadə edəndə o vaxt üçün deydim ki, bu çox yaxşı yenilikdir. Amma indi belə düşünürəm ki, o olmasaydı necə olardı? Artıq biraz ütopik gəlməyə başlayır ki, yəni əvvəlki dövr get-gedə yadıma düşməyə başlayır. Getdin, sıra gözlədin, imza atdın. Ya da işləyən adamsan, sən onsuz da Bakıda vaxt bəlli, tıxacdasan. Orada bir sənin günlük özünə ya 30 dəqiqə vaxtın var. Onu da yola sərf eləsən ki, harasa imza atıb gələsən, yəni. Ciddi o vaxt üçün çox böyük yenilik idi. İndi baxanda amma məcburiyyət də olmasaydı daha çətin olardı. Ölkədə qanunvericilik də dəyişdi də. Bütün əmək müqavilələri artıq elektron formatda imzalanmalıdır. Mən keçən dəfə bir dostumla danışanda o dedi, təsəvvür edirəm ki, məsələn, hamı artıq elektron imza, Sima yoxdur, elektron imza ilə imzalamalısan. Məsələn, Simaya qədərki elektron imzalar da var. Deyib təsəvvür edə ölkədə nə qədər əmək müqaviləsi olan insan var və bir gün içində o xidmət məntəqələrinin qabağı deyir, o partlayardı, o əvvəllər elə idi, bu
bank filialları falan az idi. Bütün xidmətlər bankda olmalı idi. Əsasən o pensiya günləri belə böyük sıralar olurdu. Amma mən deyərdim ki, yəni belə bir şey indi həyatımıza girəndə bəlkə ilk girən vaxtlar tərəddüdlər olur, olar, olmaz, ayaqlaşma necə olar. Amma yəni o girdi, 3 il sonrakı 3 ildə var. 3 ildir var, amma belə deyək də, Arxa fonu daha uzundur. hə, onun əvvəlcə bir araşdırılması Təbii ki, o böyük əmək var, ona heç bir şübhəm yoxdur. Amma baxanda o Azərbaycan bazarında olduğu vaxt çox böyük bir yenilik idi. Yəni girdi, həmin vaxt insanların tərəddüdləri var ki, üzümüzü tanıdırıq, amma onda heç kim ki biz Face ID sayəsində onsuz da bizim üzümüzü iPhone 10 ildir tanıyır üzümüzü. Yəni üzümüzdə çox bir qeyri-adi bir şeyimiz qalmayıb artıq. Hər yerdə var o üz. Samsungda, iPhone-da hamısında var. Onlarla bir simiyə verəndə tərəddüd edən insanlar mənə qəribə dedim, sən onsuz üz vədiyyədə vermisən. Ən azından özümüzünkinə ver, nə problem ola bilər ki? aydındır, çox gözəl. Mən istəyirəm bir qədər də bu sizin ümumiyyətlə bayaq qeyd elədiniz də süni intellektə gəlmə prosesi falan o təəssüratlarınızdan biraz istəyirəm danışasınız. Hansı ki sizi ilk dəfə onu görəndə süni intellektə təzə-təzə başlayanda o sizi hansı an olub təəccübləndirdi ki, elə bir an olub ümumiyyətlə dediniz bu insandı ki, əməlli başlı da. Yəni bunu necə hiss elədi mənə bu cavabı verdi. Mən onu hər keçən gün hiss edirəm. Yəni yəni məndə bir necədir? Şey kimi baxmıram mən ona. Robot kimi yox, mən insan kimi baxıram. Məsələn 2 gün əvvəl elə bir yenilik çıxdı, baxıram belə həyəcanlanmışam ki, elə bir nəsə olub, oturmuşam 1 saat işləyirəm. Bunu elədim, bu da oldu. Biz necə çox həyəcan qatır və hər gün də olması, hər gün deməyim, o qədər yox. Amma ara-ara ciddi məni təəccübləndirməyə bacarır. Və işin içinə girəndə biz məsələn seminarlar keçəndə mənim ilk suallarımdan biri olur. Süni intellekt həyatımızda nələri dəyişdi? Bu indi yaşayırıq, bunu hiss eləmirik. Amma bir oturub 3 il əvvələ baxanda biz əslində çox dəyişmişik. İş həyatımız dəyişib, real bizim istifadə şeylərimiz dəyişib. Amma biz elə bir 2 illik bir yavaş-yavaş olmuş bir etapda deyə hiss eləmirik. Amma bir kim olursa olsun, bunu da izləyənlər də otursun bir dənə süni intellektdən əvvəlki iş həyatını düşünsün. Mən nələr eləyirdim və necə eləyirdim. Bir də otursun hal-hazırdakı eyni işləri düşünsün. Özünə biraz şey kimi baxacaq. Biz əvvəl mağarada yaşayırmışıq ki, biz o işdən necə o qədər vaxt əldə eləyirdik? Yəni adi bir araşdırma olsun, adi bir şey olsun. Yəni bizə qatdığı sürətə baxanda mükəmməl bir şeydir. Amma orada belə bir sıxıntı yaradır ki, biz o 10 günlük işi bir günə eləyiriksə bizə sürət qazandırıb bu mükəmməl bir şeydir. Amma geri qalan 9 günü biz heç nə eləmirik. Əslində bizə bir sürət qazandırmır. Biz eyni gedirik. Amma belə də inkişaf əslində belə bir şeydir. İnternet gələndə də hətta belə bir şey vardı. Bill Gates ilk hard diski tanıdanda göstərir ki, vərəqlərin üstünə çıxıb belə ağacın üstündə oturub ki, yəni o boyda vərəqin yerinə bir dənə bu hard disk əlavə. Yəni reklamlı belə bir eləmiş ki, səs gətirsin deyə. Əvvələ baxanda yəni biz internetə qədər ki dünyamız necə idi? Yəni mən tam olaraq da uşaqlığımda xatırlayıram da mən Naxçıvanda yaşamışam. Bizdə internetin istifadəsinin yaygınlaşmağı 2007-dən sonradır belə deyim. 2007-2008-dən sonra. Amma o vaxta qədər internet dövrü mənim xatirimdədir ki, necə eləyirdi? Yəni dərslə əlaqəli bir şey istəsən, kitabda varsa öyrənirsən, yoxsa öyrənmirsən. Yoxsa bitdi. Yəni bitdi. Yəni mən universitetdə oxuyanda 2012-də bizə bir mövzu vermişdilər. Asiya Hunları haqqında. Mən tarix oxumuşam. O mövzu da elə bir mövzudur ki, türkcə qaynaqda çox azdır, ancaq Çin qaynaqlarında var. İlk türk tarixi ilə əlaqəli bir şeydir. Yəni Çin dilini öyrən, hə? Ya axtarıb kitabxanaya getmişdi. Yəni bunun üçün kitabxanaya getmək. O Wikipediadan başqa da bir sayt yox. Orada da məlumat yoxdur. Məlumatı oradan götürsə müəllim gülüb bir şey ki. Getdik kitabxanaya axtardıq. Yəni 1-2 kitabdan başqa heç nə tapanmadıq. Araşdırma elədik. Yəni 1 həftə 10 gün üstündə işlədik ki, adama 2 səhifəlik bir şey çıxardıq. Mən indi düşünürəm, mənə o tapşırığı versələr, onun 10 qatını hazırlayıram. Daha dolu hazırlayıram, mükəmməl eləyərəm. Bir də mənə ən sevdiyim şeylərdən biri nədir? Mən onun böyük problemlərini yaşamışam bizdə məsələn. Mən rus dilini bilmirdim deyə çox qaynaqdan araşdırma edə bilmirdim. Translate-dən hara qədər? Ya da bir mövzu var sizə maraqlı gəlir, amma ispan dilindədir. Yenə baxa bilmirsiniz. Yəni mənə hələ də maraqlı gəlir ki, dil olub 2025, dil bariyeri deyə bir şey olmamalıdır bu dünyada. Süni intellekt bizim üçün daha rahatlaşdırdı ki, artıq biz əvvəl düşünürdük ki, okey, Azərbaycan yeni yaranmış bir dövlətdir. Biz bir deyilik. Çünki biz Amerikadakı bir gəncdən bir deyilik. Yəni bir Silikon vadisində, bir Amerikada yaşayandan qarşılaşdığında biz bir deyilik.
Çünki onlar 2004-də məsələn Facebook yaradanda 2004-də səhv eləmirəm. Biz hələ internetə girəmirdik də, yəni mən internetə girə bilmirdim. Biz onda bərabər deyildik. Onlar 1970-dən, 1980-dən internet istifadə edən evlərində kompüter alanda biz bərabər deyildik yəni. Amma indiki vaxtda mənim ən sevdiyim şey olur ki, biz bərabərik. Yəni biz bir İngilis, bir Avropa, hər hansı bir ölkəsində, Amerika gəncinin internetə əli çatdığı, məlumata əli çatdığı qədər bizim də məlumat əlimiz çatır. Artıq mən deyərdim ki, biz gənclərdə o inkişafı ondan sonra görməyə başlayacağıq ki, Azərbaycanda yeni şeylər necə çıxmağa başlayacaq. Çünki biz əvvəl onlardan çox geri qaldığımız mövzular vardı. Bu süni intellekt hamını bərabərləşdirdi, dedi hamımız sıfırsınız. Bundan sonra yenidən başlayın. Sahə fərq etməksizin süni intellekt hamını sıfırladı. Dedi okey, bütün sektorlarda. Bütün sektorlar mən düşünürəm ki, sıfırladı. Dedi sən təcrübəlisən, 10 illik təcrübən var. Nə gözəl. Bir də indi sıfırdan başlayacağam nəzər olacaq sənin üçün. Çünki 10 illik, 15 illik təcrübəsi olan deyir, yox mən işimdə müəyyən yerdəyəm. Süni intellekt mənə lazım deyil. Bunu biz şirkətlərə seminarlara gedəndə də görürük, yəni workshoplara gedəndə də. Baxırsan ki, adam bir 15 ildir işləyir, deyir ki, mənim ehtiyacım yox. Bu zaman onu orada səmimi deyə bilmirəm ki, bir il sonra sənə də ehtiyac olmayacaq. Çünki sən süni intellekti bilmirsən. Onun adətən texniki sahədə, yoxsa yaradıcı sahədə? Mən bütün sahələr üçün yəni yaradıcı o kommentləri bütün o sahələrdə işləyən adamlardan alırsınız da. Yəni mənə lazım deyil o. Əslində yaradıcılar hamısı deyil. Yəni, bu ayrı məsələ. Onlar ayrı bir şeydirlər. Onlar ayrı bir dərddir bizim üçün. Onlar süni intellekt heç vaxt mənə əvəzləyə bilməz. Son vaxtlarda çox belə işlər demək, içli dışlı olmağa başlamış bəzi layihələrdə çox işləyir. Yaralı yerimdə çox doluyam o mövzuda ayrı məsələ. Texnik mövzu elədir ki, texnikdə məntiqə yeri yoxdur, yəni. Olmalısa eləməli, eləməsə eləmir. Texnik tərəf o tərəfdən yaxşıdır, yəni. Çox mənəvi bir qərar vermir. Amma hal-hazırdakı iş yerlərində mən onu görürəm ki, məsələn, böyük şirkətlərə gəlir, yəni deyim ki, orta şirkət deyil, ən üst level şirkətlərə biz gedirik, workshoplara, seminarlara. Orada bəzən rəhbər heyətləri gəlir, yəni birinci özdə belə eləyirlər, demirlər orta işçilərə. Birbaşa deyirlər ki, bütün rəhbər heyəti olacaq, hansı şöbənin rəhbəri, o şöbə. Gəlirsən ki, qabağında, yəni ölkənin ən top insanları bəlkə də oturubdu. Bəziləri aralarında deyir ki, yox, mən süni intellekti qarşıyam. Mən də belə qalıram, yəni deyirəm ki, siz istəyirəm deyəm ki, sizin 20 illik təcrübəniz var. Siz Azərbaycanın ən top sahəvizdə adamlarından birisiz. Siz necə süni intellektə qarşı ola bilərsiniz? Ya da onu keçdim. Yəni mən özümdə də mən kiməm ki, süni intellektə qarşıyam? Ya biz necə dünya bura gedir? Bir nəfər çıxır, mən o tərəfə gedəcəm. Gedə bilərsən, Sən 2 il sonra nə olacaq? Sən hal-hazırda nəyə güvənirsən? Öz məlumatı var, bilgi və təcrübə var. Yəni onu qarşı tərəf sənin təcrübəsi gördüyün, sən 20 il öyrəndiyin şeyi adam artıq 2 ilə məlumat olaraq öyrənə bilir. Düzdür, praktikada biraz problem, biraz yox, bir xeyli problem yaşa, amma məlumat olaraq öyrənə bilir. Yəni belə bir şey var ki, süni intellekti yaxşı işləyə bilən şəxs bütün sahələr üzrə mən deyərdim ki, junior səviyyəsində işləyə biləcək bir dərəcədə məlumata sahib olur. Və statistika da onu göstərir ki, hal-hazırda bütün fərq etməksizin demək olar ki, sahələrdə junior demək olar ki, silinir. Junior deyə bir şey qalmır. Hal-hazırda ayaqda qalanlar orta və üst səviyyəlilər olacaq. Ki onlar da süni intellektlə işləməyə bacardıqları sürəcə. Yəni burada hamı deyir. Bacarması onlar da qalmayacaq. Süni intellekt deyir bizə əməl edəcək. Hamı o sözü istifadə edir. O sözü ən çox da istifadə edir. Bu Google-un AI üzrə Geoff soyadı adından çıxdı. Deməli, o belə bir şey deyil ki, düzdür, Google-dan ayrılıbdı süni intellektin rəhbəri olaraq. Dediyi bir şey var ki, süni intellekt hazırda bizi əvəz eləmir. Süni intellekt işləməyə bacaranlar, işləməyə bacarmayanlar əvəz eləməyə başlayır. Bu əslində belə bir şeydir. Maraqlıdır. Bunu biz əslində şeydə də yaşadıq əvvəl. Biz köhnə dövr var idi, hər şey dəftərə yazan dövr. Sonra yeni bir nəsil gəldi, dedilər yox, artıq kompüter Word-ə keçməlisiniz. Artıq yavaş-yavaş internetdə işləməz. O həmin təcrübəli kütlə orada bir dayandı. Keçidi eləyə bilmədi. Bunu necə eləyəcəyik və filan. Eləməyə yavaş-yavaş başladı. Bəzisi keçdi, bəzisi keçənmədi, bəzisi də itdi batdı. Yeni bir generasiya yarandı. İndi də eyni mövzudur, yəni. Ya sən keçid eləyərsən, sürətli, yəni bu artıq addım-addım söhbətini biz keçmişik. Ya sürətli keçid eləyərsən, ya da gözləyəcək ki, artıq yəni nə vaxt biz sıradan çıxacağıq həmin işdə. O bayaq dediniz yaralı yerimdir. Onda gəlin o yaralı yeri biraz da qurdalayaq əgər icazə verirsinizsə. Mənim üçün çox xoşdur. Vaxtımız varsa istədiyimiz qədər. İstəyirəm onunla bağlı bir sual verim.
Tamam, danışdıq sürətdə süni intellekt insanı ötür, qat-qat sürətlidir. Yəni datanı çəkib gətirmə məsələsi olsun. Yəni böyük bir data belə bazası var. Okay, bu məsələlərin hamısında tamam insandan üstündür. Mən o istəyirəm biraz o yaradıcı, o qəbul etmə adamların tərəfindən bir dənə sual verim sizə. İnsan yaradıcılığı və süni intellekt yaradıcılığı. Süni intellekt insanın intuisiyasını əvəz edə bilərmi və yaxud da bilirmi? Süni intellektdə yaradıcılıq deyə bir şey yoxdur. Yəni real danışsaq, süni intellekt yaradıcı bir alət deyil. Süni intellekt sadəcə bir alətdir. Yəni bir şeyləri yaratmaq üçün olan bir alət. Orada yaradıcı şəxs sizsiz, mənəm ya da başqalarıdır. Yəni orada o videonu yaradan mənəmsə, onun ideya tərəfi mənəm, yaradıcı şəxsi mənəm. Süni intellekt burada sadəcə bir alət rolunu daşıyır. Ki bunu belə düşünək. Ya bir dizayner şəkil yaratmaq üçün necə Photoshopdan istifadə edirsə, onda biz belə deyək də ən real bir şeyini deyim. Rəsm çəkənlər gəlsin Photoshopdan işləyən desin ki, sən yaradıcı deyilsən. Səbəb mən qələmdən çəkirəm. Çünki sən proqrama deyilsən, proqram sənin üçün yaradır. Onda sən də yaradıcı deyilsən. Məntiqən baxanda düz də deyil. İndi o dizaynla işləyən, kamera arxasında olan gəlir bizə deyir ki, siz yaradıcı deyilsiniz. Bu yaradıcılıq bir görəcəli bir kavramdır. Yəni sənə görə yaradıcı ola bilər, mənə görə yaradıcı olmaya bilər. Bu ayrı bir məsələ. Amma əlavə olaraq baxanda süni intellektdə bu gün hamı şəkil hazırlada bilir, hamı video hazırlada bilir. Mövzu orada fikirdir, yəni ideyadır. Sənin ideyan yaxşıdır, kreativ adamsan və sən daha yaxşı video hazırlaya bilərsən. Burada texniki nəzərdə tutmuram. Yəni sənin intuisiyan yaxşıdırsa, sən onu ötürürsən, süni intellektdə onu bir qədər də belə deyək də gücləndirir. Yəni süni intellekt belə bir şey var. Sən nəsənsə onu 2x artırır. Nəsənsə. Yaxşısansa daha yaxşı edir. Pissənsə bərbad edir. Yəni bu belə orta yeri yoxdur. Yəni mən deyim ki, kreativ adamsansa səni çox çata bilməyəcəyin yerə qaldırır. Yaxşı rejissorsansa çox daha yaxşı rejissor olursan. Yaxşı fotoqrafsansa çox daha yaxşı fotoqraf olursan. Sən nəsənsə onu artırır. Yəni sənin içində heç bir şeyi öldürmür. Yəni amma yaradıcılıq tərəfdən deyəndə süni intellektin niyə yaradıcı rolda görürlər hal-hazırda, onu da mən bilmirəm çünki yaradıcılıqla əlaqəli heç nə yox. Bu sadəcə bir alətdir, biz istifadə edirik və işimizə uyğunlaşdırırıq. Bunu biz ən çox deyirlər, süni intellekt yaradıcılığı öldürür. Belə bir sual verirəm. Mən zirvəyə qaldırır deyən tərəfdəyəm. Səbəbi nədir? Yəni ilk yaradıcılığa baxanda başladı bu mağarada daşla çizimlərlə. Amma indi baxırsan ki, biri tabletə çəkir. Amma ikisi də eyni şeydir. Yəni ona baxanda o buna deyir ki, sən yaradıcı deyilsən. Ya da rəsm çəkirdilər, sonra fotoaparat çıxdı, şəkil çəkməyə başladılar. O ona dedi ki, sən yaradıcı deyilsən. Mən 3 günə, 5 günə çəkdiyim şəkli sən saniyə içində çəkirsən. Sonra o digitala dedi, digitalda bizə deyir. Yəni əslində nəsillər boyu hamı bir-birinə belə deyir. Yəni bir əvvəlki nəsil bir sonrakı nəsli bəyənmir. Bu bütün generasiyalarda. Yəni onda biz də bizdən sonrakı nəsli çox ehtimal bizdən sonra nələr olacaq mən düşünə bilmirəm, amma məndə də o xasiyyət var. Mən də məndən sonrakı nəsli bəyənmirəm. O nə bilim genlə əlaqəli bir şeydir də, bəlkə ayaqlaşa bilmirik. Bizim vaxtımızda belə idi. Artıq müəyyən yaşa çatdıqdan sonra mən özümə fikir verirəm ki, mən də elə danışmağa başlamışam. Z nəsli ilə söhbət edin. Dedim, yox, bizim vaxtımızda belədir. Siz belə eləyirsiniz. Deyirəm, yəqin süni intellekt söhbətində də elədir. İndi onlar bizə belə baxırlar. Yəqin bundan sonrakı generasiyada ya da belə deyim, texnologiya hara gedəcəksə artıq ki, bunun gedəcəyi yer elə olacaq ki, biz indi yazırıq. Artıq bir müddətdən sonra mən yazaraq da yox. Düşünərək hər şeyi yarada biləcəyimiz bir dövr çox uzaq deyil. Onda da yəqin biz onlara deyərik, siz yaradıcısınız. Biz ən azından bunu promptunu yazırıq. Siz heç onu da yazmırsınız, düşünürsünüz. Yəni də onu da ümumiləşdirsək, sən nə qədər yaradıcısansa, sənin verdiyin prompt nə qədər yaradıcıdırsa, əhatəlidirsə, sənin aldığın nəticə də o qədər belə deyək də daha kreativ olacaq, daha yaxşı olacaq. Bəli, yəni belə deyim də, yəni yazmaq deyək, elə ssenari yazmaq deyək, hamı yazır. Prosta bir adam çox daha yaxşısını yazır. Burada da eyni mövzudur. Hamı şey çəkir. Prosta biri çox fərqli perspektivdən o mövzuya baxıb çəkə bilir. Gəlin biraz da bu süni intellektin insanlar arasındakı belə deyək, kommunikasiyaya təsirindən danışaq. Elə dediniz ya, əvvəlki nəsil bu nəsli bəyənmir, bu nəsil bundan sonrakını bəyənmir. Mən fikir vermişəm, həmişə o əvvəlki nəsillə danışanda onlar da yenə öz bir əvvəlki nəsil haqqında eyni şey deyir və belə bir belə deyək də situasiya yaranıb ki, hər nəsil dəyişdikcə artıq insanlar arasındakı kommunikasiya, o insani münasibətlər azalır.
O deyirlər indi əvvəllər uşaqlar düşüb həyətdə oynayırdılar, bir-birindən belə deyək də dostlaşırlar, insan münasibət qururlar. Yəni texnologiya girdi həyatımıza, indi planşetlə oynayırlar, telefondan çıxmırlar. Süni intellekt gələndən sonra, yəni açığın deyim də mən özüm PR sahəsində çalışıram, mətn yazıram. Tutaq ki, hansısa bir mətndə bir söz oturmayanda iş otağındayamsa bir iş yoldaşımla məsləhətləşirdim. Bura oturmur. Sənin ideyan nə olardı? Sənin fikrin nə olardı? Bəzən götürürdüm, zəng eləyirdim bir dostuma, bu sahədə olan bir yaxın adama. Amma mən süni intellektdən istifadə etməyə başlayandan sonra, yəni bu vərdişimin 50% demək olar ki, azalıb. Mən süni intellektlə məsləhət, yəni insanları süni intellekt əvəz eləyir mənim üçün o prosesdə. Avtomatik olaraq bu da mənim o insanlarla münasibətlərimi belə deyək də azaldır, kommunikasiyamı azaldır. Yəni siz nə düşünürsüz? Bu süni intellekt biraz da azaldırmı insanlar arasındakı kommunikasiyanı, yoxsa gələcəkdə nəsə biz fərqli ssenarilər gözləyək, əksinə bu daha da çoxaldacaq? Bu əslində belə deyim, şəxsə görə dəyişir, amma ümumi baxanda kommunikasiyanı azaldır. Bu qaçınılmaz bir şeydir. Kommunikasiyanın azalmağında mən deyərdim ki, əslində hansı dövrdən başlayır? Sosial medianın bizim həyatımıza girməklə kommunikasiyanın azalmağa başladı. Ki biz süni intellektin bu mənfi tərəfindən danışmaq istəyiriksə, sosial mediada bu mənfi tərəfi süni intellektdən qat-qat daha artıq. Biz sosial mediaya qədər, yəni mənim yaş dövrüm elədir ki, mən sosial media olan dövrü də birbaşa keçiddə görmüşəm. Gənc vaxtıma düşüb. Mən məsələn 2007-də Facebook profili açdığımı da xatırlayıram. Məsələn 15 ildir Twitter istifadəni, X istifadə elədiyimi də xatırlayıram. O dövrü birbaşa görmüşəm. Amma belə deyərdim ki, onsuz da sosial media bizdə kommunikasiyanı azaltdı. Yəni ümumi azaltdı. Yəni burada günahkar süni intellekt deyil də, süni intellekt azaltdı üstə. Yəni bu bizlə, yəni bunu oturub günahkar olaraq görmək istəyiriksə, əgər biz sosial media bunun qat-qat artığını eləmişdi. Yəni o bundan daha böyük günahkardır. Yoxsa bu günahkar deyil demirəm. Süni intellekt təbii ki, günahkardır. Amma bu mən öz perspektivimdən baxanda mən heç vaxt çox belə işlə əlaqədar birilərindən mentorluq istəməmişəm deyə mənə okey gəlir ki, mən onsuz da əvvəl də istəmirdim, indi də istəmirəm. Mənə görə şəxsi olaraq baxanda okeydir. Mənfi tərəfini görə bilmirəm. Amma mən deyərdim ki, biraz da şəxslə əlaqəlidir. Mən danışmağı xoşlayan biriyəm. Məsələn. Amma hər adamdan yox. Yəni mövzu yaxşı olsa mən danışıram. Mən görərdim ki, süni intellektdən sonra mən daha çox danışmağa başlamışam. Mənə bir əks təsir göstərdi. Ondan nə bilim, dəyişə bilər, amma o asosiallıq dediyimiz bir şey var, içə qapanıq biri. Bunun problemlərini əslində biz hələ görmürük. Mən onu deyim, bu gələcəkdə görüləcək 3 il, 5 il sonra. Çünki necədir? Bir asosialdır, söhbətdən hələ biz işlə əlaqəli söhbət ediriksə, burada çox belə ciddi bir şey deyil mən deyərdim. Amma birini düşünəndə ki, bu adam asosialdır da, özgüvən problemi var, işdə uğursuz biridir. Gəlir çəkibdi ya da platformaların birində özünə bir dənə də bot yaratdı. Başlayır səsli söhbət eləməyə. Bu adam ondan bir həftə söhbət edəndən sonra inan ki, həyatına başqa işləmə ehtiyacı qalmır. Çünki ondan başqa bunu heç kim başa düşmür. Yəni əslində burada baxanda, burada psixologiyada, fəlsəfi tərəfdən baxanda ciddi problem yaranır. Amma bizim baxdığımız tərəfdə deyil. Bu sizin, bizim, onun istifadə elədiyinə əlaqəlidir. Bir kütlə səssiz onu istifadə eləyir və problemlərini biz onu gələcəkdə yaşayırıq. Yəni özünə sirdaş yaradır da belə deyək orada, belə özünün ikinci kopyasını yaradır, yoxsa yəni belə deyim də, bəzi insanlar dəstəklənmək istəyirlər. Yəni insanların bəzi yox, hamı dəstəklənmək istəyir, onaylanmaq istəyir. Ruhu qidalanır da yəni onu. Süni intellekt ən çox bunu eləyir, yəni biraz insana pohpohlamağı var belə deyək. Amma birinin problemi varsa, ümumi çox danışan biri deyil. Yəni bizim sinifdə də olub, iş yerimizdə də olub. Bu adam sosial biri deyil. Amma o da danışmağa ehtiyac duyur. Əvvəl heç kimlə danışanmırdı. Məsələn, ondan da biz deyirik sosial media hamını sosiallaşdırmağa başladı. Hamı kompüter başında üz-üzə danışa bilmirdilər. İndi dövr elə gəlib ki, onlar otururlar, evdə öz botunu yaradıb, ondan söhbət edirlər. Bunu mən özüm bir ara bildiyiniz tester olaraq yoxladım. Bir mövzuda psixoloqdan köməklik almalıyım. Mən də deməli klassik Azərbaycanlı olaraq psixoloqa getmək çox çətin oldu bizim üçün. Heç olmayıb ki, həyatımızda elə bir alışqanlıq. Çətinliklə oldu. Mən də dedim ki, onsuz da bu sahədəyim, özümə bir dənə bot yaradım da. Niyə eləmirəm ki onu? Bir dənə bot yaratdım. Yəni həmin o psixoloji mən problemli olduğum hissə ilə əlaqədar bir araşdırma elədim. Bütün elm adamlar, nə qədər adamın bundan əlaqəli məqalələri, yazıları, intervyuları tapdım, özümə bir dənə bot yaratdım. Başladım söhbət eləməyə, yəni bildiyim onu psixoloq elədim, söhbət elədim. Söhbət elədim də gördüm 10 dəqiqədə söhbət edim. 2-ci gün 10 dəqiqə söhbət, 3-cü gün gördüm ki, mən söhbət edirəm əməlli var. Sonra bağladım, atdım qırağa, bir də söhbət eləmədim.
Burada onu gördüm ki, yəni mən bu işin içində olaraq, mən bilinçli olduğumu düşünürəm özümün. Mən bilinçli olaraq mən gedirdim. Bir dənə sözünüzü kəsim, amma bu hissəsi də maraqlıdır. Deyirsiz, bağladım, atdım qırağa. İnsandan fərqi də odur ki, yəni o qədər söhbət edib öyrəşdiyin insanı bir anın içində bağlayıb ata bilmirsən də qırağa, amma süni intellektin deməli bu üstünlüyü də var. Yəni bezdin, bağladın, atdın qırağa. Görürsüz necə bir üstündür. Və bu perspektivdən baxmamışdım. Hə, onu atdım qırağa, atma qırağa səbəbim nədən ibarət idi? Mən gördüm ki, artıq mən başlayıram onunla söhbət etməyə. Bu mənim üçün yaxşı bir şey deyil. Bir tərəfdən mənəvi tərəfdən baxanda dəhşət dərəcədə rahatladığımı hiss edirəm. Elə bir çox yaxşıyam. Amma bir tərəfdən də baxanda hiss eləyə bilirəm ki, bu indiyin yaxşılığıdır. 2 ay sonra heç yaxşı olmayacaq. Ondan sonra uzaqlaşmağa başladım. Və mən indi görürəm ki, əsasən də bu gənclər arasında belə deyim, söhbət eləmə, mən məsələn süni intellektdən həyatım boyu iş məqsədi ilə istifadə etmişəm. Şəxsi heç bir məlumatım yoxdur. Yəni mən öz məlumatımı vermək xoşlamıram. Mənim şəxsi məlumatım adım, soyadım, universitetim, harda işləyirəm, onlar olur. Yəni mən ailəliyəm, mən neçə il ailəliyəm, şəxsi həyatımda hobilərim nələrdir? Onun haqqında mən məlumat vermirəm süni intellekt. Yəni mən heç vaxt o çərçivədən kənara çıxmamışam. Amma insanlar görürəm ki, şəxsi həyatı haqqında söhbət eləməyə başlayır. Yəni biri sevgisi haqqında danışır, biri həyat yoldaşı haqqında danışır, biri dostu haqqında danışır və gəlib ondan məsləhət almağa çalışırlar. Ən yanlış yerdən məsləhət alırlar. Bu artıq insanlarda böyük problem bundan irəli gəlir. Mən ondan önə məsələn burada bir bilinçləndirmə dediyimiz bir şey, yəni insanlara məlumatlandırma deyə bir şey var ki, mən ondan tərəfdarıyam ki, olduğum hər yerdə deməyə başlayıram. Süni intellekt heç vaxt şəxsi söhbətlərimizə edə biləcəyimiz ən azından hal-hazırdakı vəziyyətdə bir platforma deyil. Onsuz OpenAI da özü bir açıqlama yaymışdı ki, şəxsi məlumatlarınızı daxil etməyin, danışmayın. Yəni nəsə belə bir xəbərdarlıq da olmuşdu deyəsən. Bəli, şəxsi məlumatlar verməyə insanlar şey başa düşür. Bizim məlumatımızı oğurlayırlar. Mən o perspektivdən baxmıram. Prosta insanlar süni intellektə robot kimi baxırlar. Ən böyük problem budur. Süni intellekt artıq bir fərddir. Yəni bir canlı kimi düşünsünlər. Və ona verdiyiniz məlumatlar düşünün ki, onun ağlında qalır. Siz öz dostunuza belə bütün məlumatlarınızı vermirsiniz ki, onun bilə biləcəyi qədər məlumat verirsiniz. İş yoldaşınızın bilə biləcəyi qədər məlumat. Hamıya bütün məlumatları verməliyik biz. Amma biz başlayırıq süni intellektlə hər şeyi paylaşmağa. Və biz məsələn iş üçün iş yoldaşımızla bizim müəyyən çərçivəmiz var. Biz ondan kənara çıxmırıq. Amma siz məsələn süni intellektlə söhbət edəndə çərçivədən kənara çıxırsınız. Dostluğunuz kimi yox, iş yoldaşınız. İş yoldaşınız yox, dostluğunuz kimi danışmağa başlayırsınız. Artıq bu sizin onun gözündəki dəyərini itirir. Yəni o sizə necə cavab verəcəyini artıq bilmir və get-gedə cavabı keyfiyyətsizləşməyə başlayır sizə doğru. Süni intellekt artıq mən ondan edir. Real insan kimi biz qəbul eləsək, bizdən daha yaxşı süni intellekti istifadə edən olmayacaq. Hətta rəsmi statistikalarda hal-hazırda belə bir göstərir ki, qeyri-adi bir tərəf var. Yəni ən azından generativ AI tərəfində deyərəm ki, generativ AI ən yaxşı istifadə edənlər sözəlcilərdir. Rəqəmsallar deyil. Yəni sözlə arası yaxşı olan adamlar. Və qeyri-adi gəlir ki, biz süni intellekt indiyə kimi rəqəmdən başqa bir şey görməmiş adamıq. Amma mən onu həmişə deyirdim, amma əlimdə bir statistika yox idi. Keçən dəfə baxıram ki, buna bir statistika çıxardıblar ki, ən yaxşı söhbət edənlər sözəlcilərdir. Yəni ən yaxşı istifadə edə bilənlər. Onda Ümid Salayı AI peşəkarına çevirən şey onun tarix oxumağı ola bilər. Vallahi tarix bəlkə də. Çünki biz necə mən şeyə inanan bilirəm. Yəni mən təsadüfən orada olmam. Mən indi olduğum yerə də məsələn təsadüfən gəlməmişəm ya da orada oxuduqlarımın heç biri boşa getmir. Yəni, orada oxumuşamsa həyatımın müəyyən yerlərində mənə toxunuşlar eləyibdi. Prosta 4 illik bir toxunuş eləyəcəyini düşünürəm. Çox bir ciddi toxunuş, amma təbii ki, onun bir müsbət tərəfləri var. Keçən dəfə Netflix-də bir film çıxdı qabağıma. Belə təsadüfən elə açdım, baxdım. Belə teaser maraqlı gəldi. Düzdür, baxandan sonra vaxt itkisi saydım özümə, amma mövzu belə deyək də süni intellektə həsr olunmuşdu. Qısa deyim də bir deməli robotdur, nəsə ailə onu alır, gətirir, süni intellektlə proqramlaşdırılmış robotdur. O evdə artıq o ailə ilə birlikdə yaşadıkca evdəki gündəlik davranışları mənimsəyir, başlayır onlara kömək eləməyə, nə bilim evi təmizləyir, nə bilim əşyaları harasa qoyur, yığışdırır, uşağa baxır, artıq bir müddət keçir, uşağı ona birbaşa həvalə eləyirlər, aparır uşağı oynamağa filan belə bəsməkam.
bir müddət sonra artıq başlayır onda belə insani hisslər formalaşır. Uşağı ailəsindən daha çox istədiyini düşünür. Yəni belə deyək də kinonun sonu biraz dramatik bitirir. Yəni ailəyə qarşı belə deyək də uşağı daha çox istədiyini düşünür. Belə məsələn ona deyirlər ki, bitdi də bu günlük fəaliyyətin bitdi, sönə bilərsən. O məsələn sönür, 2 saatdan sonra gecə oyanır, artıq özü qərarlarını verməyə başlayır. Artıq o ailənin verdiyi promptlarla idarə olunmur. Mən onu soruşmaq istəyirəm ki, gələcəkdə bizim bu süni intellektlə bağlı texnoloji qorxumuz olmalıdırmı? Yəni bizə, yəni bunu demirəm, amma yəni bu fonda bizə nəsə ehtiyat etməli olduğumuz məqamlar varmı? Əslində mən həm hə deyirəm, həm yox deyirəm. Həm təhlükəli tərəf var və qaçınılmazdır. Amma o yenə də insanların əlində olacaq bir şeydir. Bunu süni intellekt yaratmayacaq. Çünki biz belə deyək, biz 2025 ilindəyik. Biz indi süni intellekti test eləməyə çalışırıq. Amma məsələn süni intellekt şirkətlərindən ən böyüklərindən o Anthropic deyə bir şirkət var. Hətta yaradıcısı da OpenAI komandasından olan biridir. Onlar artıq şey üzərinə işləyirlər ki, 7-8 il sonra süni intellekt kinolardakı kimi dünyanı ələ keçirməyə başlayır. Artıq pis niyyətli bir şeylər eləməyə başlayır. Biz onun qarşısını necə ala bilərik? Amma burada belə bir nüans var ki, onun biz qarşısını yenə süni intellektlə ala bilirik. Artıq insan orada çox süni intellektlərin savaşı. Ciddi mənada artıq belə, yəni şey kimi düşünək də, virus, antivirus söhbəti var. Yəni burada da bu da süni intellekt olacaq, o da süni intellekt. Yaxşı niyyətli və pis niyyətli. Amma belə deyim, mən deyərdim ki, süni intellektin dünyaya ələ keçirməyindən hələ daha əlavədə insanlarda bu şəxsi problemlər yaranmağa başlayır ki, bizim düzgün istifadə eləməməyimiz, bizim düzgün yönləndirmə eləməməyimiz. Bizdə süni intellekt artıq ciddi tənbəllik yaradır, amma süni intellekt əslində tənbəllik yaratmamalıdır. Fiziki tənbəllik yarada bilər, amma beyni tənbəllik yaratmamalıdır. Mənim fikrimcə düzgün istifadə ilə. Hamı robotlaşmağa doğru gedir. İstifadə yanlış olanda hal-hazırda belədir, amma o tərəfə də baxanda robotlar insanlaşmağa doğru gedir. Yəni biz o tərəfə gedirik, onlar bu tərəfə gəlirlər. Orta yerdə görüşəcəyik. Orada siz dediyiniz robot kimi Amerika yeni bir tanıtım elədi. Bu yaxın zaman bəlkə bir ayın içində elə bir robotçu gətirsən evə, ev işlərini öyrədirsən, nəyi öyrətsən onu eləməyə başlayır. Yəni 2026-da da çıxacaq. Bəlkə də onu görə bilərik. 2026-nın sonundan etibarən robotlar da çıxmağa başlayacaq. Amma belə bir şey var. Yəni istədiyimiz vaxt söndürərik deyə bir şey süni intellektdə yoxdur. Bu süni intellektdə hal-hazırda da yoxdur. Gələcəkdə olacağını heç düşünmürəm. Mənfi şey ola bilərmi? Ola bilər. Prosta bu mənfi şey dünyəvi faciə kimi robotlar dünyanı ələ keçirəcək. Göydə robotlar uçur, hər yer bombalayacaqlar. Kinolarda kimi olmayacaq. Mifdir də yəni. Mənə görə elə olmayacaq. Amma bu mənəvi olaraq bizi bir ələ keçirtmə olacaq ki, bu internet əslində bizi necə ələ keçirib, sosial mediaları necə ələ keçiribsə. Burada insanlar birbaşa biz də xoşlamadığım şeylərdən birbaşa nəticəni düşünürlər. Robotlar dünyanı ələ keçirdi, robotlar göydə. Etabı gedişatı heç kim düşünmür. Əslində gedişat sosial media bizi nə hala salıbdı, bunu mən düşünə bilmirəm. Yəni onu yaşamış biri olaraq da düşünə bilmirəm. Biz əvvəl ana-ata bizlə yemək yeyəndə deyir telefon qoy qırağa. İndi biz deyirik ki, qoyun qırağa oturaq yeməyimizi yeyək. Sonra baxarsan o videoya. İndi tamamilə əksi olub. İnsani davranışlar tamamilə dəyişib. Qeyri-adi bir statistika var ki, yeganə nəsildir ki, bu son nəsil əvvəlki nəsildən daha az IQ-yə sahibdir. Dünya tarixində bir ilkdir. Dünyada indiyə kimi necə olub? Sonrakı nəsil həmişə əvvəlki nəsildən daha yüksək IQ-yə sahib olub. Dünyada statistika alına biləndən etibarən belədir. Amma bu süni intellektlə əlaqəli bir şey deyil. Yəni süni intellekt olana qədər IQ-də geriləmə var idi. Süni intellekt amma bunun elə bir yağbal oldu üstünə, belə deyək. Amma burada insanların ümumi olaraq yanlış yönləndirilməsi, yanlış istifadəsi ilə belə bir problemlər yaranır. Amma bu süni intellekt də o alətlərdən biridir, yanlış yönləndirir. Amma artıq onsuz da yəni ümumi olaraq bu dediyimiz faciələr artıq biz süni intellektdən əvvəl də biz robotlaşmış kimi bir şey idi. Yəni günlük ekran saatlarına baxırıq. Günlük 4 saat, 5 saat, 6 saat, 7 saat sosial mediada biz vaxt keçiririk. Onda ən çox belə deyim də, o eşitdiyiniz ən böyük mif nədir? Mif deməyim, o belə deyim, qəlibləşmiş söz ki, hansı ki, bunu eşidəndə deyirsiniz ki, ayla kaş, yəni bunu belə düşünməzdilər də süni intellekt haqqında. Ən əsas düşündüyüm şey bir tənbəlləşdirməkdir. Bir yaradıcılığı öldürməyə, üçdəki datamızı oğurlayırlar. Üçünü də ayrı-ayrı mən tənbəlləşdirməyi belə deyərdim. Beyni, yəni beyin forması bildiyimiz bu setka kimi bir şey.
Məlumat doldurduqca bu genişləyə bilən bir şeydir. Və mən örnəyi özümdən nəyə görə götürürəm? Mən 3 il sonra əvvəlki həyatımda var, indiki həyatımda var. Mən əvvəlki həyatıma baxanda indi mən elədiyim işdən bir gün elədiyim işi ki 3 il əvvəl mən bir həftə eləyirdim. Fiziki yox da beyni olaraq. Mənim hal-hazırda beynimin işləmə şeyinə baxır, özüm analiz edirəm önümə ki, eyni anda bir neçə şey fikirləşə bilirəm. Mən eyni anda əvvəl bir işi görən, mənə çətinlik çəkən biri, mən eyni anda həm ciddi işimi görürəm, həm oradan kinoma baxıram, həm telefondan oyunumu oynayıram. Yəni elə olmuşam ki, vaxt cəhətdən özümə bir şey yaradanda işimi də görürəm. Kinoma da baxıram, ara-ara oyun da oynayıram. Mən hansı ciddi işi görsəm oyun oynamadan eləyə bilmirəm artıq. Yəni 3 şeyi eyni anda eləyə bilirəm. Düşüncəyə baxırsan ki, çox şeyi eyni vaxtda analiz etməyə başladım. Süni intellekt mənim düşünmə şəklimi tamamilə dəyişdiribdi. Artıq dünya mən daha fərqli perspektivdən baxıram. Yəni birinə bir şey deyəndə başa düşməndə deyirəm, "Görürsən, promptu səhv vermişəm." Mən buna düzgün açıqlama versəydim bu başa düşə bilərdi. Ondan elə mən deyərdim, şəxsim olaraq baxanda mən müsbət tərəflərini çox görürəm. Amma ümumi kütlə olaraq baxanda mən mənfi tərəflərini daha çox görürəm ki, insanların istifadəsi yanlışdır. Ən bəsit örnəklərindən biri. Yəni bir tələbə test sualla əlaqəli problem yaşayır, başa düşür. Götür atır ki, bunun cavabı nədir? O da deyir ki, B variantıdır. Bu yanlış istifadə. Amma məsələn, süni intellekt sənə bir şans verir ki, sən başa düşmədiyin mövzunu süni intellekt atsan, deyirsən ki, bunun haqqında ətraflı məlumat ver, başa düşəcəyim dildə məlumat ver, məlumatı mənə açıqla. Yəni platformalar atırsan onun üzərə videosunu hazırlayır, göstərir ki, başa düşəsən. Belə yol var da, amma seçilmir. Yəni bu süni intellektin günahı deyil amma. O həmin insanın günahıdır ki, o insan internet süni intellekt olmamışdan qabaqda o cavaba girib internettdən baxırdı. Yəni burada problem alətdə deyil, insanlığın düşünmə prinsiplərindədir. Düşünmə qabiliyyətinədir ki, deyim ki, insanlar tezə qaçır. Yəni bu hamı elə düşünür ki, süni intellektlə bir yerdə oldu. Amma süni intellektdən əvvəl də belə idi insan. Əvvəl indi ChatGPT-də okey, 1 dəqiqəyə baxır cavaba, əvvəl də 10 dəqiqə Google-da axtarırdı. Amma yenə baxırdı. Yenə baxırdı belim ağrıyanda nə etməliyəm. Yenə baxırdı başım ağrıyanda hansı dərmanı içməliyəm. Yenə baxırdı falan testin cavabı nədir. Bunlar ChatGPT yeni suallar yaratmadı ki, bu suallar əvvəl Google-a verilirdi, nə olmuşdu? Sadəcə ChatGPT-yə cavabları sistemli şəkildə çıxardı. Daha tez verir, yəni belə deyim, vaxtını az istifadə edir. Və burdan bir problem olur ki, ChatGPT-nin insanlar mən ətrafında deməyə çalışıram, ChatGPT search, yəni axtarış brauzeri deyil, axtarış platforması deyil. Sən ha vaxt ki ChatGPT ya da başqa süni intellekt platformanın search məntiqi ilə istifadə elədinsə, bu düzgün deyil. Araşdırma üçün istifadə etmək başqa, X bir şeyi axtarmaq üçün başqa. Bu bir alışqanlıqdır. Sən özünü elə alışdırdınsa, hər şey oradan soruşarsan. Amma mən evdə hərdən olur, mən özümə evdə mən hər hansı hadisədə mən süni intellektdən heç nə soruşmuram. Nəsə oldu, nə etməliyəm, həmin vaxt bilmirəm. Beynim düşünməyə çalışır ki, nə edə bilərəm hərdən. Hərdən evdən kimsə deyir ChatGPT. Bax mən elə o həmin vaxt donuram 60 yaşında insanlar üçün beyin ChatGPT nə olar, mən niyə oradan soruşmalıyam? Və ev işlərində mən elə şəxsi işlərdə çox soruşmaram, heç nəyi soruşmuram. Və işte özümə elə bir xətt qoymuşam ki, ayıra bilmişəm ki, bunu soruşma, bunu soruş. Şəxsi həyatımda hər şeyi soruşmamalı, heç nə soruşmuram. Qərar vermə mexanizmasında heç nə soruşmuram. Evdə bir şey, məsələn, tok yandı, girib internetə, hay, təsəvvür keçən də bizdə bir yer yanğın başlayıb, tam vaxt durduq yerdə işıqlar yanır, həmin yerdə alovlanıb, havalandırma yanır. Düşünür, indi adam deyir ki, nə edim? Mən vaxtım çəkibdə bunu nə edim? Yəni o qədər vaxtım yoxdur. Mən beyni olaraq yəqin ki, bir 30 yaşım varsa, beynimdə müəyyən qədər də məlumat var da artıq. Nə edəcəyimi bilməliyəm. 3 saniyə analiz etsin, desən, hə, işığı söndürüm, suyu atım, söndürüm, bitsin, getsin. Yəni amma baxırsan ki, insanlar onu belə atırlar ki, burada nə etməliyəm? Bu artıq insanların öz davranışı ilə əlaqəlidir. Bu süni intellektlə əlaqəli deyil. Prosta insanlar hər şeyə bir şey. İnsan oğlu heç özündə günah görməz. Deyirsən ki, sosial media belə elədir, günah sosial mediadadır. Yaxşıdır, sosial media biz bilinçli olaraq istifadə edirik. Bugün mənim 30 yaşım var, inanmıram kimsə mənə gəlib desin ki, sən bu gün 1 saatdan artıq istifadə edə bilməzsən və ya sən bu gün çox istifadə edirsən, qoy qırağa. Mən bilinçli istifadə edirəm, ya da elə düşünürəm. O deyirlər, süni intellekt artıq peşələri ləğv etməyə başlayıb, gələcəkdə kontent yazar olmayacaq, gələcəkdə videoqraf olmayacaq, dizayner olmayacaq, süni intellekt hamısını əvəz eləyəcək. Yəni filan sahələr dəyişəcək, filan sahələr dəyişəcək. Yaxşı, mən istəyirəm Ümid Salay necə baxır bu məsələyə? Bəs hansı sahələr süni intellekti dəyişəcək? Belə bir reallıq varmı ümumiyyətlə?
insani duyğuların, insanın mənəvi ağırlığının çox olduğu hansı sahə varsa, süni intellektin toxunuşu daha gec olacaq. Ki məsələn mən həmişə deyirəm ki, mənə görə ən əsas müəllimlik. Müəllimlik yəni belə deyək, elmi bir şey deyil sadəcə. Müəllimlik dediyin universiteti qurtardın, imtahan verdin, onsuz da müəllim ola bilirsən. Çox bir çətinliklə əlaqəli bir şey deyil elmi cəhətdən. Müəllimin bizim həyatımızda mənəvi toxunuşu daha çox yüksəkdir ki, indi məsələn oturub söhbət edəndə deyirsən ki, mən o müəllimi çox istəyirdim də dərsi çox daha yaxşı oxuyurdum. Bizim belə insan oluruq da, müəllimi çox istəyəndə dərsi belə çox yaxşı oxuyuruq. Ya bu bizə verilən məlumatla əlaqəli bir şey deyil. Müəllim yeri gələndə bizim rol modelimizdir, bizim psixoloqumuzdur, bizim valideynimizdir, hər şeyimiz müəllim olur. Müəllimin həyatımızdakı rolu çox böyükdür. Bu bizə sadəcə məlumat verməklə əlaqəli deyil. Ona görə müəllimlik mənə görə çətin toxunula biləcək peşələrdən biridir. Hüquq sahəsi ola bilər, çünki hələ də hüquq sahəsində insan rolu olmalıdır. Məhkəmə sahəsi ola bilər. Yoxsa sonra baxanda belə insani yenə dediyim kimi duyğular, yəni biz biraz örnək dedim, məsələn, rəssamın mən işsiz qalacağını düşünmürəm, dizaynerin işsiz qalacağını düşünmürəm. Ha vaxt düşünərəm işsiz qalacağını, orta aşağı səviyyədə işləyən dizaynerdirsə, onun ildən onsuz da işsiz qalır. O sözsüz. Amma mən indi senior dediyimiz bir dizaynerlə başa-baş bir şey düzəldə bilmərəm. Düzdür, o yaradıcı insan olsa, təbii ki, elə belə senior dizaynerlərin hamısı, mənim fikrimdə yaradıcı da deyil, o ayrı bir mövzu. Hətta art direktorların hamısı yaradıcı deyil. Amma belə yaradıcı insanla mən oturub düşünəndə görürsən ki, o düzəldə bilir ağlındakını və o süni intellektlə yarış içində deyil. Sadəcə özünə güc qatır. Bir də ən əsas məsələ, hansı sahənin yarış içindəsə itirəcəkdir, yəni belə deyək. Çünki qarşımızda dünyanın bütün məlumatlarına sahib olan biri var və dünyada 1 milyon vəzifə içində, yəni məslək içindən belə deyək, birini seçmisiniz var. Biz deyirsiniz ki, biz ondan qarşı-qarşıya gəlirik, hansımız qalib gələ bilər. Yarış içindəsə, onsa məğlub olmusunuz. Yəni bu realdır. Əgər uyğunlaşmaq içindəsinizsə, amma inanın ki, siz heç vaxt məğlub olmayasınız. Siz dizayner də olsaz, həmişə siz işləyərsiniz. X bir sahə olsa da. Çünki siz ayaq uydurmuş bir insansınız. Hər zaman sizdə iş olacaq. Amma siz heç dəyişməyəcək bir sahənin içində olsaz belə, müəllim olsaz belə, süni intellektə qarşı olsaz, ayaqlaşmasaz, siz də işinizdən olarsınız. Burada biraz daha söhbət vəzifəni əlimizdən almağından çox biraz mən deyərəm ki, ayaqlaşmağımızla əlaqəlidir ki, biz özümüzü ona uyğunlaşdırmağa başlayırıq. Və mən bizim müəllimlərlə də təlimimiz oldu. Mən gördüm ki, müəllimlər süni intellektlə elə dərslər keçə bilirlər ki, bu bütün uşaqlar üçün özəl olur. Uşaqlar həmin dərsi öyrənmək üçün can ata bilərlər. Yəni müəllimlərə belə bir şans tanıyır süni intellekt. Ona görə yəni süni intellektin mən hal-hazırda gördüyüm qədərilə iş həyatında, yəni gedişatda düzgün istifadə ilə müsbət tərəflərini görməyə başlayıram. Aydındır. Bəs dediniz ki, uşaqlar belə daha həvəslə yanaşırlar. Uşaqlar da bilirik ki, həmişə böyüklərdən daha çox xəyal dünyasına belə deyək, onların xəyal dünyası həmişə daha geniş olur böyüklərdən. Mən özüm də fikirləşirəm ki, xəyal dünyası da bayaq biz verilişdən əvvəl də danışanda dedim, xəyal dünyası da bir növ insanın yuxularından qaynaqlanan bir şeydir. Bəzən yuxularımızda biz elə fantastik şeylər görürük ki, yəni reallıqdan tam kənar. Yəni siz necə düşünürsünüz? Ümumiyyətlə generativ AI modellərinin yuxularla nəsə paralelliyi varmı? Yəni AI oradan qidalanırmı? Amma əslində düşündüyüm belə bir şeydir ki, mən onlara bənzədirəm necə? Çünki biz yuxuda limitsiz oluruq. Biraz əvvəl də bunun haqqında çox danışdıq. Maraqlı da söhbət idi bu arada. Çərçivə yoxdur bizdə yuxuda. Nə çərçivə? Çünki realda edə bilməyəcəyimiz şeylər biz yuxuda edə bilirik. Uçuruq, nə bilim, kəsirik, biçirik, qaçırıq. Hərdən qaça bilmirik. O da ayrı bir problem. Amma süni intellektin məsələn yaradıcılıq tərəfdən baxanda bənzər tərəfi nədir? Realda edə bilməyəcəyimiz şeyləri yuxuda edirik. Süni intellektdə də hal-hazırda elə bir şey var. Düşünüb ya da həyata keçirə bilməyəcəyimiz işləri süni intellektlə həyata keçirə bilir. Yəni real həyatın yuxusu nədirsə, həyatımızın yuxusu nədirsə, işlərin də yuxusu elə bir süni intellekt kimi gəlməli ki. Çünki bizə limit yoxdur, limitsizdir. Biz məsələn bunu video hazırlayanda hiss edirdik ki, biz Mini Futbol Federasiyası üçün tanıtım videosu hazırlamışdıq. Dünya çempionatı Azərbaycanda keçiləndə fərqli ölkələrdən gəldilər. Yaxşı brief vermişlər və orada səhnələr idi ki, göstərir ki, Afrikadan fillərlə döyüşçülər gəlir Bakıya.
nə bilim, dəvə ilə gələni var, gəmi yolu ilə gələni var. Düşünürsən ki, indi o real çəkmək istəyirsən ya da əlində elə bir kontent var ki, elə bir brief yazmalısan. Sən o brief yazanmasan, bilirsən ki, dəvəni işini tapmayacaq. Fili hardan tapaq? 20 dənə, 30 dənə qara dərili insana işini tapa bilməyəcək. Ya bunların heç biri olmayacaq deyə sən onu avtomatik yazmırsan. Beynini bloklayırsan o hissəyə. Və daha real nələr ola bilər onu yazırsan. Atla gələn yazırsan, məsələn, gəmi də olmasa bir qayıqla gedəni yazırsan ki, bunlar həyata keçirilə biləcək şeylər. Yaradıcılığın çərçivəsi elə bir genişlənir də, elə bir sərhədlər aradan qalxır. Çünki siz indi bir reklam çarxı fikirləşdiniz ki, məsələn də bankı direkt kartını tutub reklam edir. Məsələn, varsayaq. Bunu Bakıda qız qalasının qabağında eləməlidir. Amma tak əlivi belə vursan bu adam Parisdə də olur. Belə vursan İtaliyada da olur. Belə olursan bu adam Marsda da, Ayda da onun reklamını edə bilər və amma sən bunu çəkəndə sənə məsələn müəyyən qədər büdcə verilir. Sən o büdcə ilə sadəcə qız qalasının qabağında çəkə bilərsən. Maksimum Flame Towers'ın qabağına edərsən. Başqa heç yerə edəmirsən. Amma sən təsəvvür et ki, o büdcə səndə yoxdur da. Yəni sən bunu istədiyin hər yerdə çəkə bilərsən. Və bu təbii ki, sənə düşüncəni də genişləndirir, yaradıcılığı da genişləndirir. Mənim fikrimcə. Mən elə baxıram söhbətə. Yaxşı, onda elə büdcədən dediniz, bununla bağlı bir sual verim. Bu gün Ümid Salayın əlində limitsiz büdcə var, limitsiz texnoloji imkan var, nə bilim, super kompüter var. Yəni Ümid Salay nə istəyərdi? Necə bir süni intellekt modeli yaratmaq demirəm əslində. Ümumiyyətlə də hansı layihəni mi deyim, süni intellektlə bağlı nəyi həyata keçirmək istəyərdi ki, bu insanlara belə deyək də lazımdır, kömək olacaq. O belə suallar həmişə sual verilir. Dünya barış. Yəni mən dünyada sülh olsun. Yəni elə bir şey heç nə eləmək istəməzdim hal-hazırda. Çünki yəni belə deyim, dünyada bütün insanların yaxşılığına olacaq heç nə yoxdur. Mən fəlsəfi olaraq baxanda. Bütün heyvanların yaxşılığına olacaq da bir şey yoxdur. Çünki müəyyən heyvanlar müəyyən heyvanlarla bəslənir. Yəni burada bir ekosistem var. İnsanların faydası üçün də mən deyim, bütün insanlığa eləyə biləcəyim bir şey yoxdur. Yəni sadəcə mənim eləyə biləcəyim nə? Sadəcə bir şey istəyərdim ki, süni intellektin axırı bir dənə pis olmasın. Yəni bu mənfi danışanlar haqlı çıxartmasınlar. Bir dənə istəyim o ki, çünki dünyanı daha yaşanılabilir halə gətirə bilərlər. Səbəb nədir? Düşünüləndə belə bir şey çıxır ki, süni intellekt dünya rezervlərini daha düzgün necə istifadə edə bilər, onu deyə bilər. Yeni rezervlər tapa bilər. Başqa planetlərdə yaşayış kəşf edib insanlar koloniləşdirilib orada da yerləşdirə bilərlər. Daha xoşbəxt həyat, daha savaş, müharibə olmadan bir həyatlar ola bilər. Ən azından maddi rifah səviyyəsi hamıda yüksək ola bilər. Bir bərabərlik kimi bir sistem yarada bilərlər. Belə bir müsbət tərəfləri də ola bilər. Mənfi tərəflərini düşünür, amma bunlar da ola bilər həyatımızda. Və bu, yəni insanoğlunun ən xoşbəxt ola biləcəyi evrədir mən deyərdim ki, söhbət oradan olsa da bizim evimizdə artıq təmizlikçi olaraq robotlar vardı. Yəni gəlir o təmizlə, artıq o ayaq üstə təmizləsə nə olacaq? Belə bir ciddi bir fərqi yoxdur indi baxanda. Yəni keçiddir, amma alışacağıq ona da. Evimizdə də robot olacaq, maşınımız da avtonom olacaq. Bunlar hamısı yavaş, çətin də olsa alışacağıq. Yəni qabaqdakı onsuz da 5 ildə mən deyərdim ki, robotda artıq çox yerdə görməyə başlayacaq. Çünki bu il demək olar ki, humanoiddən birbaşa ilə oldu. Arxa-arxaya modellər çıxmağa başlayır. 2026-cı ildən etibarən hamısı da seri üretimə keçəcək. Onları artıq hər yerdə görməyə başlayacaq. Və alışacağıq, yəni başqa çarəmiz yox. Çox sağ olun. Suallar çoxdur əslində. Yəni bu elə bir mövzudur ki, yəni 5-6 saatda oturub danışsan axıcı şəkildə gedər. Mən istəyirəm sonuncu sualla sizin bir fikrinizi alaq. Bu podkastımızı yekunlaşdıraq. Sizin fikrinizcə hələ də elə bir süni intellektlə bağlı elə bir sual varmı ki, insanlar hələ də o sualı verməyə cəsarət eləmirlər? Süni intellektə, yoxsa mənə? Sizə də saya bilərik, süni intellektə də saya bilərik. Məncə insanlar tək olanda çox cəsarətli olurlar. Süni intellekt istədiyi sualı verə bilər. Yəni mənə verə bilməzlər bəlkə də, amma süni intellektə bütün sualları verərlər. Yəni insanların tərəddüd elədiyi hal-hazırda mən belə deyim, indi səmimi söhbət edirəm. Başa düşürəm, insanlar hal-hazırda biraz tərəddüd içindədir. Çünki bir şəxs düşünəndə ki, bu işin təhsilini alıb 15 ildir bu sahə üzrə işləyir və birdən-birə gəlib deyirlər ki, artıq sənin bildiklərinin çox da bir önəmi yoxdur, yeni şey öyrənməlisən. Bu adam da düşünür ki, mənim bu qədər öyrəndiklərim, bu qədər əziyyətim və mən indi rahat nəfəs almağa başlamışdım. Mən yenidən bir yarış içərisinə girməliyəm. Onlar bir tərəfdən haqlıdır. Gənclər düşünür ki,
"Va bizə məktəb dedilər, oxuduq, universitet dedilər, oxuduq. İndi deyirlər süni intellekti oxu ki, iş həyatında süni intellekti bilmirsən deyə iş tapa bilməyəsən." Onları da başa düşürəm. Yəni insanların mənfi nifrət eləməyin ən böyük səbəbləri hal-hazırda özlərini yetərsiz görməkləridir. Onu da başa düşürəm. Haqlıdırlar, yəni haqsız deyillər. Sadəcə bu bir dövrdür və məcbur keçid etməliyik. Yəni bu bizlə əlaqəli şəxslə verə biləcəyimiz qərar deyil. Dünya buna keçid edir və bizim qarşı durmağa bir arqumentimiz yoxdur. Bu hazırda süni intellektə qarşı durmaq elə bir şeydir ki, yəni bu gün qarşı durarsan 3 il sonra mağarada yaşayarsan. Yəni birbaşa elə bir təsiri var ki, dünya o qədər inkişaf eləyər ki, digər ölkələr. Sən yanında elə mağarada qalmış kimi olarsan yəni. Bugünkü dövrdə süni intellektlə paralel gedən ölkələr inkişaf eləyir, şirkətlər. Dünyanın ilk 10 top şirkətinə baxırıq ki, indi ənənəvi şirkətlər hələ də var, Amazon olsun, Apple olsun, Google olsun. Amma 3 il, 5 il sonra orada AI ilə əlaqəsi olmayan bir şirkət belə olmayacaq. 3 il demək 2 ildə. Nvidia kimi şirkət gəldi, hamısına keçdi, girdi. OpenAI-ya baxsan 400-500 milyard dollar dəyərləndirməsi var. Oradan Anthropic'a baxsan 200 milyard dəyərləndirməsi var. Yəni 2 ildə bütün dünya ekonomik şeyi dəyişəcək. Və dövrün statistikanın belə, tablonun belə olduğu vaxt indi insan deyə bilər, deyəcək, mən nə edim dünyada 10 dənə şirkət yerini dəyişdisə. Mən məsələn, ayda bir falan iş işləyirəm. Oturmuşam burada öz həyatımda, sadə həyatımda maaşımı azarım, gedib işləyirəm də, heç eləmirəm ki. Prosta deyə bilmirsən ki, o 10 dənə şirkət dünyanın taleyi 10 şirkətdədir. Niyə orada 10 şirkət var? Baxsan Amazon e-commerce-in dünyadakı tək lideri, əsas lideri. Apple-a baxsan dünya Apple ekosistemi var, kompüter, telefon, hər şey əlində. Birinə baxsan Google axtarış sistemi, AI də əlində. Ya Microsoft baxırsan. Hamısı yəni dünyanın texnoloji özəti o 10 sıradadır. O əvvəl idi, baxırdın game markası gördün. Fikir verirsə artıq dünyanın ən varlı insanlar arasında tekstil işində olan var, nə neft işində olan var, nə də başqa iş. Şamıya bax, hamı texnoloji şirkətlərində olanlardır. Yəni bu o demək ki, dünyanın gedişatı əslində onlardır. O siyahıya baxıb gələcəyi təqrib eləmək olur. Yəni birbaşa belə. Və gələcək ondadsa bizim qarşı çıxmalı çox bir şeyimiz qalmır. Təəssüf ki, ayaq uydurmaq məcburiyyətindəyik. Bir dənə tövsiyəm ola bilər ki, gecə olmadan ayaq uydursalar, daha müsbət olar onlar üçün. Yəni gələcək süni intellektdən keçir. Kəzə süni intellektdədir birbaşa. Ümid bəy, çox sağ olun. Təşəkkür eləyirəm sizə. Xoş oldu, həqiqətən də çox produktiv oldu belə deyək söhbətiniz. Ümid eləyirəm bütün baxanlar üçün də çox həqiqətən də faydalı bir podkast olacaq. Minnətdaram bir daha. Mənim üçün çox xoş oldu. Mən uzun müddət bir yer axtarmışam ki, dərdlərimi danışım. Mənim üçün çox xoş, çox maraqlı. Yəni biz neçə dəqiqə söhbət edirik, onun da fərqində deyiləm. Hələ çəkiliş bitəndən sonra saata baxacağam ki, neçə dəqiqə söhbətimizdə. O vaxta belə baxmadan gedirsə söhbət, bu çox yaxşıdır mənim adıma da. Çox xoş oldu. Sizə də uğurlar deyirəm. Minnətdarım olacaq. Mənim adımdan çox mükəmməl seçdilər şey. Təşəkkür edirəm dəvətiniz üçün. Var olun, minnətdarıq. Çox sağ olun.